Salam, kanalımıza xoş gəldiniz. Bugün sizinlə evdə asanlıqla hazırlaya biləcəyiniz tort reseptini bölüşmək istəyirik. Öncədən xahiş edirik, əgər videomuzu bəyənsəniz, bəyən düyməsinə basmağı və abunə olmağı unutmayın. Lazım olan ərzaqlar: 400 qram un, 100 qram yağ, 400 qram şəkər tozu, 400 qram süd, 4 xörək qaşığı kakao, 6 ədəd yumurta, 1 çimdik duz, 1 ədəd vanil və 1 ədəd kabartma tozu. İlk öncə bir mikser vasitəsilə yumurtalarımızı və şəkər tozunu ağaranadək çırpırıq. Daha sonra isə unumuzu bu şəkildə mikserlə qarışdırdığımız qarışımımızın üzərinə ələyirik. Biraz mikser vasitəsilə qarışdırdıqdan sonra isə üzərinə südümüzü, yağımızı, 1 çimdik duzumuzu əlavə edib və qalan südümüzü də əlavə etdikdən sonra mikser vasitəsilə yenidən qarışanadək qarışdırırıq. Unu əlavə etdikdən sonra çalışın ki, mikser vasitəsilə çox qarışdırmayasınız. Biz burada çox qarışdırdıq. Bu xəmirin köpməyinə mane ola bilər. Daha sonra isə listimizə folka kağızımızı səririk. Üzərinə qarışımımızı tökdükdən sonra isə sobada bişiririk. Tam bişməsini yoxlamaq üçün ara sıra açaraq bir çöp vasitəsilə yoxlaya bilərsiniz. İndi isə kremini keçirik hazırlamağa. Bunun üçün bizə lazımdır 1 ədəd smetan, 1 ədəd bişmiş moloko və 1 ədəd vanil. Hamısını bu şəkildə mikserimizin qabına əlavə etdikdən sonra tam qarışanadək çırpırıq. Biskvitimiz bişdikdən sonra isə bunu bir bıçaq vasitəsilə 2 hissəyə ayırırıq və üzərinə yumuşalması üçün şərbət hazırlayıb bir kis vasitəsilə hər tərəfinə çəkirik. Üzərinə çəkdikdən sonra isə bizdə belə bir vişnə suyu var, üzərinə çəkirik. Əgər sizdə yoxdursa, vişnə mürəbbəsinin suyu da ola bilər. Daha sonra isə üzərinə hazırladığımız kremdən hər tərəfini örtəcək şəkildə çəkirik. Kremimizin üzərindən isə bu şəkildə xırda-xırda doğradığımız qozumuzu əlavə edirik. Qozun üzərindən isə bizdə biskvitin ovuntusu əmələ gəlmişdi. Bu ovuntulardan üzərinə səpirik. Biskvitin digər yarısını da qoyduqdan sonra üzərini şərbətlə yumuşaldıb, kremimizi də üzərinə çəkdikdən sonra rəndələdiyimiz ağ şokoladı da üzərinə əlavə edirik. Gördüyünüz kimi çox asan və tez başa gələn bir tortdur. Əgər hazırlasanız mütləq fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sağ olun, gələn videolarda görüşmək üzrə.